Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibəti ilə sahibkarlarla görüş təşkil olunub. Məqsəd peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi və yeni tərəfdaşlıqların qurulmasıdır. Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilinin inkişaf istiqamətlərindən danışıb. O, dual təhsil modellərinin tətbiqinin genişləndirilməsi, istehsalat təcrübələrinin artırılması və sahibkarlarla birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Aydın məsələdir ki, iqtisadiyyatın əsas inkişaf edici amillərindən biri insan kapitalının inkişafı ilə müəyyən olunur və o da aydındır ki, insan kapitalı yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqların mövcudluğu ilə də müəyyən olunur. Bu mənada biz işə götürənlərin peşə təhsil sisteminin belə deyək, əməkdaşlıqda prosesin kənarında deyil, mərkəzdə olmasını arzulayırıq. Bu mənada bunlarla işə götürənlər birlikdə davamlı olaraq tədbirlər keçiririk və onların bizim peşə təhsilinin tələblərinin praktik bacarıqlar əldə edilməsi üçün imkanlar yaratmasını və prosesin birbaşa özündə olması üçün şərait yaradırıq. Peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bir sıra şirkətlərlə memorandum imzalanıb. Əməkdaşlıqlar tikinti, ağıllı ev sistemləri, nəşriyyat, insan resurslarının idarə olunması, beynəlxalq təcrübə transferi və innovativ təlim proqramlarının tətbiqi kimi istiqamətləri əhatə edib. Bir inşaat şirkətini təmsil edirik və peşənin nə qədər vacib olduğunu gündəlik işimizdə hiss edirik. Ancaq o peşənin mükəmməl olması üçün nəzəri biliklər çox önəmlidir. Təəssüf eləmək lazımdır ki, son illər ərzində peşə təhsilinə önəm verilmirdi və bununla da bağlı təkcə inşaatda yox, bütün sahələrdə problemlər var idi. Ancaq son zamanlar Elm və Təhsil Nazirliyinin peşə təhsilinə göstərdiyi diqqət çox təqdirə layiqdir. Peşə təhsili ümumiyyətlə çox önəmlidir və biz sahibkarlara peşə təhsilinə önəm vermək, məhz peşədən şagirdləri işə qəbul etməyə, işə cəlb etmək çox önəmlidir düşünürəm.